Bir çox hədislərdə gəlib ki, o şəxslər, o imanlı şəxsləri Allah qəbirdən qaldırıb, deyəcək Mehdinin dövrüdür, indi ədalətli bir dövrdür. Siz də çıxın, öz istədiyiniz dünyadakı ki, o çətinliyi gördünüz, indi o rahatlığı görün. Hətta hədisdə var, biri Mehdi əleyhissalamın görmək istəyib bir ömür, görə bilməyib, ölübsə, onu hətta qəbirdən Allah dirildib, onun dövründə çağıracaq ki, buyur, bu da Mehdi əleyhissalamın dövrü. Ümumiyyətlə, dünyada böyük çətinlik, problemlər yaşayıb, dünya, belə deyək, səbr edib, o çətinliklərə dözüb, dünya nemətlərindən, sadə dillə deyirəm, əkin, biçin, ev və s. sərvət ki, əldə edə bilməyib, o Mehdinin dövründə onu Allah qaldıracaq. Buyur, indi rahat bu dövrdə dünya sərvəti, neməti ki, sən arzulayırdın, indi ondan istifadə elə. Çünki sən şükür eləyən bəndə oldun, səbr eləyən bəndə oldun, mömin oldun. Buyur, bu da ədalətli bir dövr. Dediyim kimi, zəiflərin haqqı zalimlərdən alınacaq. İmam Hüseyin əleyhissalam qalxacaq. Məhəmməd Peyğəmbər əleyhissalam hədisdə var gələcək. Yezid məlundan qisas alınacaq. Rəcət yəni qayıdış deyirlər. Allah Taala Quranda ki, ayələr vardır siz əzizlərə. Burada məqsəd budur. Bu qayıdışda Allah Taala bu dünyanın düzənini düzəltsin və insanların ağlı kamilləşəcək. Ağıl kamilləşəcək. İmam Bağır buyurur, Mehdi zuhur edəndə Allah insanların əllərini başlarına qoyar, ağıl və anlayışları kamilləşər. Cahillik aradan qalxacaq. Elmlər açılacaq. İnsan haqqı batildən asan ayrılacaq. Yer üzü əminamanlıq hökm sürəcək. İmam Sadiq əleyhissalam buyurur ki, qurd qoyunla yanaşı otlayacaq. Müharibələrə son qoyulacaq. Müharibə hər yerdə bir dəfəlik sona çatacaq. Qorxu yerini təhlükəsizliyə çevirəcək. Allah Taala Mehdinin gəlişindən. İnsanlar bir-birinə zərər verməyəcək. Yer öz bərəkətini üzə çıxardacaq. İmam Bağır əleyhissalamdan hədis var. Buyurub, yer göylərin bərəkətini, göylər yerin bərəkətini üzə çıxaracaq. Acılıq ümumən olmayacaq. Quraqlıq bitəcək. Zəkat veriləcək adam tapılmayacaq. Yəni hədisdə var, insan bir sədəqə ayırıb özündən, istəyir kasıb tapsın, ona versin. Dünyada adam tapmayacaq ki, ona versin. Çünki hamının ədalətli dövrdür, hamı da rahat dolanır. Yəni bir sədəqə, zəkat verməyə adam tapılmayacaq. Din saf şəkildə yaşanacaq. İmam Əli buyurur ki, Mehdi dini təhriflərdən təmizləyəcək. İslam həqiqi siması ilə tanınacaq. Riyakarlıq və saxta din aradan qalxacaq. Quran yaşanan kitab olacaq. Çox ehtiram olunası, ondan bəhrə aparılası bir kitab olacaq. Dünya vahid ilahi rəhbərlik altında olacaq. Bir dənə İslam dini olacaq. Çünki Mehdi əleyhissalamın zuhrunda İsa əleyhissalam da zuhr edəcək. Onun arxasında Kəbədə namaz qılacaq. İsa'nı görən, əleyhissalamı görən bütün dünya xristianları Mehdiyə biət edəcək, İslama gələcək. Yəni, dünya vahid bir din, İslam altında yaşayacaq. Allah İslam dinini bəyənib seçib, Quranda var. Qeyrül-İslam, İslamdan başqa bütün din qəbul olunmaz.
Bize Allah Teala Ali İmran surasında bunları deyir. Siz üçün kamil etdim. Akmaltu dinik İslam. İslam'ı size seçtim, kamil ettim. Ona göre bütün dünya İslam dini altında olacak. Başka hiçbir din olmayacak. Milletçilik, irkçilik yok olacak. İnsanlar insan olduğu için değer kazanacak. Hakim İmam Mehdi aleyhisselam olacak. Ama bilin zulme yok. Kalplerle. Yani Mehdi aleyhisselam zulüm etmez. O kalplere sevinç bahşedecek. Ahlak zirveye çatacak. İmam Sadık Aleyhisselam buyurur, o dövrde bir kadın tek başına Şam'dan Irak'a gider, korkmaz. Tamam, üstünde zinet eşyaları belə. Bir insan dünyanın bu başından, mesela için Mekke'ye kadar gider, bu boyda şehirleri, ülkeleri keçer, o üzü güzel, zinet eşyası olan ona heç kim yad gözlə baxmaz. Ona görə İmam Sadiq Aleyhisselam da bir hədisdə də gəldi ki, Şamdan İraqa gedər, qorxmaz. Hətta qadın özü. Namus qorunacaq, əziz eşidənlər. Yalan, xəyanət bitəcək. Əmanətçilik adiləşəcək. Yəni, hamı əmanətdar olacaq. Əhl-i Beyt Əleyhisselamın məqamı tanınacaq. Yəni, bugün dünyada elə məhzəblər var, Əhl-i Beyt Əleyhisselamın məqamını bilir, haqdır. Ancaq onu gizlədir. Yəni, haqq gizlədilməyəcək. Əhl-i Beyt tanıtdırılacaq bütün cəmaata. Zalimlər rüsvay olacaq. Şəhidlərin qanı yerdə qalmayacaq. Bu dövr nə müddət davam eləyəcək Mehdi Əleyhisselam gələndən sonra? Hədislərdə fərqli rəqəmlər var. 7 il deyiblər, bir iddia alimlər 70 il deyiblər. Yəni o 7 ili 10 il, 10 il kimi. 70 il. Bəzi rəvayətlərdə 19 il, bəzilərdə 40 il. İndi bu əsas məsələ müddət deyil, keyfiyyətdir. Yer üzünün ən pak dövrü olacaq o dövrlər. İmam Cəfər Sadiq Aleyhisselam buyurur, xoş o kəslərə ki, qaimin dövrünə çatar və onun köməkçilərindən olar. Zuhurdan sonra sağ qalanlar xoşbaxtdırlar. Zuhurdan əvvəl vəfat edən, amma intizarla yaşayanlar diriləcək. Bayaq da ərz elədim. Zuhur Məkkədə başlayacaq. Kəbədə. Cümə gecəsi Aşura gününə yaxın bəzi rəvayətlərdə gəlib. Hətta Novruza yaxın rəvayətlərdə belə gəlib. İmam Sadiq Aleyhisselam buyurur, qaim Məkkədə Kəbə ilə məqam İbrahim arasında zuhur edəcək. Kəbəyə söykənəcək, əsl kimliyini elan edəcək, özünü Bəyyətullah kimi tanıtacaq, səmadan nida, ilahi çağırış, gələcək bütün dünya eşidəcək, hər kəs öz dilində başa düşəcək, agah olun, haqq Mehdi ilədir, haqla batil tam ayrılacaq, üzlü qalmayan bir xəbərdarlıq olacaq. Yəni, elə bir xəbərdarlıq olacaq ki, yəni o düşmənlərə heç bir üzrxahlıq da olunmaz. O fəsad, o əhlinə, o Qurandan üz döndərənə, imamı qəbul etməyənlərə və s. Haqdan boyun qaçıranlara. Hədisdə gəlib ki, məsələn, İmam Baqir Əleyhisselamdan Mehdinin sahabaları Bədr əhlindən sayca eynidirlər. Onlardan sayla eynidir. 313 nəfər.
Sahabalar 313 ki hadislerde gəlibdi, müxtəlif ölkələrdən olacaq. Onlar gecə gündüz bir an içində Məkkəyə yetişəcəklər. Qadınlar da olacaq, hədislərdə var. Bəzi hədislərdə. Hətta biz Azərbaycanlıyıq, hədislərdə var Azərbaycanlılardan da Mehdinin ordusunda olan olacaq o 313 nəfərin içində. İlk beyət Kəbədə ediləcək. 313 nəfər beyət edənlər, sonra minlərlə insan beyət qorxu ilə yox, şuurla olacaq. Zuhur qansız başlanır, amma zülm müqavimət göstərir. Haqq batillə toqquşar. Yəni əslində imam qansız başlayır zuhuru. Onun qabağını sədd qoyanlar olar. Yəni ona qarşı çıxanlar olar. Ona görə buna müqavimət göstəriləcək. Haqq batillə toqquşacaq. İmam Ali Aleyhisselam buyurur, Mehdi zalimlərlə qılıcla danışacaq. Burada qılıcla danışacaq. Məqsəd taxt-tac yox, torpaq yox. Söhbət ədaləti bərpa etmək üçündür. Allah vəd verib, yeryüzünü ədalətlə dolduracaq. Məqsəd orada o olacaq ki, bütün dünya ədalətlə dolsun. Hədislərdə gəlib Küfə paytaxt olacaq, mərkəz Küfə olacaq. Oradan dünyaya hökm veriləcək, hakimlər ədalətlə təyin olunacaq, heç kimə zülm edilməyəcək. Quran və sünnə diriləcək. İmam Ali buyurur, Mehdi Quranı insanlara yenidən tanıdacaq. Təhriflər təmizlənəcək. Din siyasətə alat olmayacaq. İman ürəklərə girəcək. Böyük iman, sevgi, Allahı tanımaqlı. Zalimlər cəzalandırılacaq. Hüseyn Əleyhisselamın qanuna səbəb olan xətt ifşa ediləcək. Haqsızlıq edənlər ədalət qarşısında cavab verəcək. Məzlumların ahı cavabsız qalmayacaq. Yer üzü dəyişəcək. Quranda İbrahim surəsində 48-ci ayədə o gün yer başqa yerə çevirər. Bir məna ona şamildir ki, yer tamam üzü dəyişəcək. Yəni əxlaq dəyişəcək. İnsan münasibətləri saflaşacaq. Dünya cənnətə yaxın bir hal alacaq. Nə gözəl dövr. İmam Cəfər Sadiq buyurur, bəziləri zuhurdan sonra da dönəcək. İtaat istəyir, nəfsə yox, haqqa tabi olmaq üçün və s. Ki, Mehdi dövründə dünyadakı o narahatlıqların səbrini edib, onlar Mehdi Aleyhisselam gələndə Allah onları qaldıracaq. Onlar o qalibiyyəti, o sevinci əldə etmək üçün. Özümüzü o gün üçün layiq bilmək istəyiriksə, gərək Allahumma əccil və liyyəqqəl fəracı çox deyək. O dua böyük təsiri var. Böyük təsiri var. Əsas bu 313 sahaba kimlərdir? Çox yerdə belə suallar verirlər. Bir daha arz edeyim. İmam Baqir Aleyhisselam buyurur ki, 313 Mehdinin sahabaları Bədir əhli qədər olacaq. Bədir döyüşündə. İslamın ilk və ən sadiq dayıqları idi o 313 nəfər. Özü o 313 nəfər keyfiyyətcə böyük idi, yəni ordu. Saya görə az idilər, yəni kəmiyyətcə az idilər. Ancaq o azlıq böyük o sayda olan düşmənlərin hamısının qalib gəldi. Quranda o barədə ayələrimiz var. Şərqdən, qərbdən, ərəb də, qeyri-ərəb də, zəngin də, kasıb da,
tanımış da tanımayan da buyururlar Məkkəyə toplanarlar. İmam Cafer Sadık buyurur. Onlar yeryüzünün müxtəlif yerlərindən bir göz qırpımında Məkkəyə toplanır.